Salam şagirdlər, hər birinizi xoş gördük. Bu izahda bir sınaq imtahanına baxacağıq. Belə bir sınaq imtahanının suallarıdır. Başlayaq 31 nömrəli məsələdən. 31 nömrəli məsələdə deyilir: verilmiş kütləli ideal qaz izotermik genişləndikdə qazın təzyiqi və sıxlığı necə dəyişər? İzotermik prosesdə deməli biz bilirik ki, temperatur sabitdir. Temperatur sabit olduqda Mendeleyev-Klaperon tənliyinə əsasən, yəni ideal qazın hal tənliyi PV bərabərdir M bölünsün M RT-dir. Burada biz əsasən makroskopik cəmiyyətlər arasında asılılığa baxırıq. Çünki burada verilmiş kütləli ideal qaz deyilir, deməli M sabitdir. Əgər bir ideal qazdan danışılırsa, eyni növ ideal qazdırsa, molyar kütlə də sabitdir. Burada R universal qaz sabitidir, o da sabitdir. Deməli, burada 3 dənə cəmiyyət P, V, T asıllığına baxmalıyıq. Buradan biz görürük ki, izotermik prosesdə dedik temperatur sabitdir. Temperatur sabitdirsə, təzyiq həcmlə tərs mütənasib asılıdır. Və izotermik genişlənmə dediyindən, baxın, bu genişlənmə nədir? Genişlənmə həcmin artmasını göstərir. Deməli, həcm artan zaman burada təzyiq azalır. Deməli, biz təzyiqi tapdıq. Dedik ki, təzyiq azalar. Təzyiq azalar. Gəldik sıxlığa. Sıxlığın düsturu ρ bərabərdir PM bölünsün RT-dir. İzotermik prosesdir. Və tapdıq ki, burada təzyiq azalır. Təzyiq azalırsa, deməli, sıxlıq da azalacaq. Digər tərəfdən təzyiqin bir düsturu da var. M bölünsün V düsturudur. Kütlə sabit. Əgər genişlənmə prosesi deyirsə, həcm artır və sıxlıq azalır. Yəni, iki düsturdan da biz bunu sübut edə bilərik. Deməli, burada həm təzyiq, həm sıxlıq azalacaq. Cavabımız olacaq Y variantı. 32 nömrəli məsələ. Rəqs konturunda sərbəst elektromaqnit rəqslərinin tezliyini necə artırmaq olar? Biz tezliyi elektromaqnit rəqsləri zamanı tezliyin düsturunu yazmalıyıq. Tezlik bilirik ki, 1 bölünsün 2 pi kök altında LC-dir. Burada nü tezlik, L induktivlik, S isə sarğacın tutumudur. Biz tutumun düsturundan istifadə edib düsturu başqa bir şəklə də sala bilərik. Deməli, tutumun düsturu L vurulsun epsilon 0 S bölünsün D-dir. Deməli, tutumun düsturu epsilon 0 S bölünsün D-dir və burada D qalxacaq yuxarı. Deməli, onda düsturumuz olacaq bu şəkildə. 1 bölünsün 2 pi kök altında D yuxarıda, L vurulsun epsilon 0 S. Burada deməli D nədir? D kondensatorun lövhələri arasındakı məsafədir. L sarğacın induktivliyidir. S isə burada kondensatorun bir lövhəsinin sahəsidir. Epsilon dielektrik nüfuzluğudur. Deməli, A variantına baxaq görək, biz tezliyin artırmaq üçün burada düzgün variant varmı? Deməli, A variantında sarğacın induktivliyini artırmaq. Baxın, sarğacın induktivliyi ilə tezlik bir-birindən tərs asılıdır. Yəni, özdə tezlik induktivlikdən kök 6 tərs asılıdır. Deməli, induktivliyi artırsaq, biz tezliyi azaltmış olarıq. Deməli, A variantı doğru variant deyil. B variantında kondensatorun lövhələrinin sahəsini artırmaqla görürük ki, tezlik sahə ilə kök 6 tərs asılıdır. Deməli, sahəni biz artırsaq, yenə tezliyi azaltmış olarıq. Deməli, B variantı da səhvdir. C variantı kondensatorun lövhələri arasındakı məsafəni artırmaqla tezlik, görürsünüz, burada kondensatorun lövhələri arasındakı məsafə ilə kök 6 düz asılıdır. Ona görə də biz kondensatorun lövhələri arasındakı məsafəni artırsaq, tezliyi artırmış olarıq. Cavab C variantı olacaq. Gəlin digər variantlara da baxaq. Kondensatorun lövhələri arasındakı gərginliyi artırsaq, burada tutumda heç bir dəyişiklik baş verməyəcək. Yəni, tutum əslində Q bölünsün U-dur və burada tutum ya Q-dən ya U-dan asılı deyil. Deməli, gərginliyi artırsaq C dəyişməyəcək, deməli, onda tezlikdə dəyişməyəcək. Yükü də dəyişsək C dəyişməyəcək. Cavab elə C variantı.
33 nömrəli məsələ. Oturacaqlarının sahəsi verilmiş qablarda 2H və H hündürlüklü su sütunlarının qabların dibinə göstərdiyi hidrostatik təzyiqləri müqayisə edin. Əziz şagirdlər, biz hidrostatik təzyiqin düsturunu bilirik. Hidrostatik təzyiq P bərabərdir, rho J H-dır. Burada deməli, rho mayenin sıxlığıdır, J sərbəst düşmə təcilidir, H isə maye sütununun hündürlüyüdür. Buradan görürük ki, hidrostatik təzyiq qabın səthinin sahəsindən asılı deyil. Yəni, P S-dən asılı deyil. Amma təzyiq maye sütununun hündürlüyü ilə düz mütənasib asılıdır. Yəni, dərinlik artdıqca hidrostatik təzyiq də artacaq. Deməli, biz bunu nisbət şəklində yazsaq, bu asılılığı P1 bölünsün P2 bərabərdir H1 bölünsün H2 olacaq. H1-imiz burada görürük ki, 2H-dır. H2 də H-a bərabərdir. Verilənləri gətirib yerinə yazsaq, 2H bölünsün H, H-lar ixtisar gedəcək, qalacaq 2. Deməli, buradan P1 bərabərdir, 2P2 olduğunu taparıq. Deməli, burada cavabımız olacaq B variantı. 34 nömrəli məsələyə baxaq. Dielektrik nüfuzluğu epsilon bərabərdir 4 olan mühitdə bir cins elektrik sahəsinin intensivliyi 28 volt bölünsün metrdir. Vakuumda bu sahənin intensivliyini hesablayın. Biz bilirik ki, intensivlik vakuum daxilində, yəni biz bunu Y0-dan işarə eləyək, K Q bölünsün R-in kvadratıdır. Amma bunu biz dielektrik daxilində yazsaq, dielektrik daxilində artıq yükün intensivliyi azalacaq. Neçə dəfə azalacaq? Təbii ki, epsilon dəfə dielektrik nüfuzluğu dəfə azalır. Biz bunları bilirik artıq. Deməli, burada dielektrik nüfuzluğu deyiləndə vakuumdakı elektrik sahəsinin intensivliyinin dielektrik daxilindəki intensivlikdən neçə dəfə fərqləndiyini göstərən kəmiyyətdir. Yəni, biz burada Y0-ı bölməliyik Y-yə. Burada vakuumdakı intensivliyi tapmaq üçün, Y0-ı tapmaq üçün nə edirik? Epsilonu vururuq Y-yə. O da bərabərdir. Epsilonumuz dielektrik nüfuzluğu 4-dür və dielektrik daxilindəki intensivlik 28-dir. Bu da eləyəcək, deməli, 112 volt bölünsün metr. Cavab D variantı. Ümumiyyətlə, bir məlumat deyim ki, sizə belə bir maraqlı olacaq sizin üçün, həm də ola bilər ki, lazım oldu. Dielektrik nüfuzluğu bütün kəmiyyətləri azaldır. Yəni, hər hansı bir, məsələn, Coulomb qüvvəsini azaldır dielektrik nüfuzluğu artanda, daha sonra intensivliyi azaldır. Bir dənə tutumdan başqa. Çünki tutumun düsturu epsilon 0 S bölünsün D-dir. Yəni, kondensatorun arasına dielektrik daxil elədikdə tutum burada artacaq. Niyə? Çünki epsilondan düz mütənasib asılıdır. Və vakuumun dielektrik nüfuzluğu 1-ə bərabərdir. Bunu da unutmayın. 35 nömrəli məsələ. Cərəyanlı düz naqil təsvir olunmuşdur. A nöqtəsində onun yaratdığı maqnit sahəsinin induksiyasının istiqamətini göstərir. Biz deməli, maqnit sahəsinin induksiyasının sağ əl qaydası ilə tapırdıq. Sağ əlimiz necə idi sağ əl qaydası? Deməli, baş barmaq cərəyanın istiqamətini göstərməli idi. Qaydamızı buradan yazaq. Yəni, i-nin istiqamətini göstərir. Fırlanan 4 barmaq isə 4 barmaq B-nin, yəni maqnit induksiya vektorunun istiqamətini göstərəcək. Burada biz görürük ki, cərəyan hansı istiqamətdə axır? Bizdən şəkil müstəvisinə doğrudur. Çünki X biz demişdik ki, bizdən şəkil müstəvisinə doğru istiqamətləri göstərir. Və biz baş barmağımızı, sağ əlimizin baş barmağını bizdən, özümüzdən şəkil müstəvisinə doğru tutub 4 barmağımızı fırlatsaq, baxın, deməli, maqnit induksiya xətləri bu şəkildə olacaq. Və məsələn, A nöqtəsinə düşsə, gəlin belə eləyək, bunu biz çəkək bura. A nöqtəsində artıq induksiya vektoru,
baxın, aşağıya doğru 4 istiqamətində olacaq. Yəni, toxunan istiqamətdə yönəlməlidir. Cavab D variantı. 36 nömrəli məsələ. Deməli, 36 nömrəli məsələdə proton və elektron eyni sürətlə induksiya xəttlərinə perpendikulyar istiqamətdə bir cins maqnit sahəsinə daxil olur. Düzgün ifadəni seçin. Yüklü zərrəcik maqnit sahəsinə daxil olan zaman biz bilirik ki, həmən zərrəciklər çevrə üzrə bərabər sürətli hərəkət edirlər. Və burada hansı qüvvə təsir edir yüklü zərrəciklərə? Təbii ki, Lorentz qüvvəsi təsir göstərir. Və Lorentz qüvvəsinin düsturu QVB sinus alfaya bərabərdir. Əgər zərrəcik perpendikulyar istiqamətdə daxil olursa, buradakı sinus alfa 1-ə gedir. Çünki alfa 90 dərəcə olur və sinus 90 dərəcədə də 1 qiymətini alır. Burada protonu gəlin baxaq. Proton deməli, protonun yükü 1, kütləsi də 1-ə bərabərdir. Elektronumuzun yükü -1, kütləsi isə 0-a yaxın olduğundan 0 götürürük. Deməli, burada maqnit sahəsi tərəfindən protona daha böyük qüvvə təsir edir deyir. Gəlin baxaq, həmən o qüvvə, yəni Lorentz qüvvəsi hansında ən böyük olacaq? Deməli, burada yüklərə baxmalıyıq. Çünki Lorentz qüvvəsi QVB-dir. Sürətlər eynidir, maqnit sahəsinin induksiyası eynidir. Deməli, Lorentz qüvvəsi yüklə düz mütənasib asılıdır. Biz dedik ki, baxın, aşağıda indeksdə olanlar, bunlar zərrəciklərin yüküdür. Və biz modulun götürsək, görürük ki, protonda və elektronda yüklər bir-birinə bərabərdir. Deməli, proton və elektronun Lorentz qüvvələri də bir-birinə bərabər olacaq. Yəni, burada biri o birindən böyük və yaxud da kiçik ola bilməz. Baxın, A və B variantları burada artıq səhv variantlardır. Gəldik, indi təcili tapaq. Biz bilirik ki, bayaq da dedik ki, maqnit sahəsində hərəkət edən yüklü zərrəciyə Lorentz qüvvəsi təsir edir və bu əvəzləyici qüvvəyə bərabərdir. Çünki təkcə Lorentz qüvvəsi təsir göstərir. Onda biz təcilin düsturundan bunu yaza bilərik. Gəlin, belə eləyək. Bunu çəkək qırağa, bu tərəfə. Təcili tapaq. Yəni, əvəzləyici qüvvə burada nəyə bərabərdir? Lorentz qüvvəsinə bərabərdir. Yəni, MA bərabərdir QVB. Buradan biz təcili tapsaq, A bərabərdir QVB bölünsün M olar. Baxın, bu düsturumuzu gətirək, yazaq burada. İndi burada biz görürük ki, deməli, protonun yükü və elektronun yükü eyni. Sürətlər eyni. Maqnit induksiyası eyni. Yəni, sahə də dəyişmir, eyni bir sahədir. Deməli, hansının kütləsi kiçikdirsə, onun təcili daha böyük olmalıdır. Və biz dedik ki, protonda 1-1-dir, elektronda -1, 0-dır. Yəni, yuxarıdakı ədədlər zərrəciklərin kütləsindən xəbər verir. Deməli, hansının kütləsi daha kiçikdir? Elektronun. Deməli, kütlə elektronda daha kiçik olduğundan təcili də böyük olacaq, cavab olacaq C variantı. Qeyd edeyim ki, elektronun kütləsi əslində 0 deyil, yəni 0-a yaxın bir ədəddir, çox kiçikdir, ona görə biz onu 0 qəbul edirik. Daha sonra D-də deyir, proton daha böyük təcil alar, bu da səhvdir. Elektronun dövr etmə periodu daha böyükdür deyir. Elektronun dövr etmə periyod biz bilirik ki, daha doğrusu 2pm bölünsün QB-dir. Burada yüklər yenə eyni, maqnit sahəsi eyni. Görürük ki, burada elektronun kütləsi kiçik olduğundan periyodu da kiçik olacaq, böyük olmayacaq. Cavab C variantı. Keçirik növbəti məsələyə. 37 nömrəli məsələ. Deməli, cədvəldə 4 müxtəlif üfüqi səth üzrə yalnız sürtünmə qüvvəsinin təsiri ilə hərəkət edən cismin tormoz yolları və başlanğıc sürətləri verilmişdir. Hansı səthdə sürtünmə əmsalı ən böyükdür? Deməli, burada sürtünmə əmsalı biz tormoz yolunun düsturunu bilirik. Tormoz yolu S tormoz bərabərdir
V0-ın kvadratı bölünsün 2 mü J'dir. Buradan mü'nü tapsaq, mü bərabərdir. V0-ın kvadratı bölünsün 2S tormoz vurulsun J olar. Burada J sabit ədəddir. Onsuz da biz bilirik 2 də sabitdir. Ona görə heç bunları hesablamağa ehtiyac yoxdur. Deməli, burada mü'nü biz nələrlə asılı götürəcəyik? V0-ın kvadratı ilə düz, tormoz yolu ilə tərs mütənasibdir. Gəlin biz bu düsturdan istifadə edərək verilənləri, baxın, V0'lar verilib və tormoz yolları da verilib. Hər biri üçün mü'ləri tapaq. Deməli, birinci tapaq birincini. Yazırıq bura. Mü 1 bərabərdir. Deməli, V0 24'dür. Deməli, 24'ün kvadratı 24 vur 24 kimi yazacağım. Bölünsün S tormoz. S tormoz da 144'dür. Böldük 144'də. Deməli, 24 ilə 144 ixtisar gedir elə 24'də. Yuxarıda 1, aşağıda 6. 24'ü 6'ya böləndə birinci oldu 4 ilə mütənasib. Əslində, burada biz bərabərlik yazmalı deyilik. Çünki mü 1 buna bərabər olmur. Sadəcə mütənasib olur. Deməli, mü 2'yə baxaq. Mü 2 də yenə V0'ın kvadratı, yəni 12 vur 12 bölünsün S tormoz 12. Deməli, 12 vurulsun 12 bölünsün 12. Bu da eləyəcək 12 ilə mütənasib. Üçüncüyə baxaq. Mü 3 mütənasibdir. V0'ın kvadratı, yəni 40 vur 40 bölünsün S tormoz, yəni 50. Buradan biz ixtisarlarımızı aparsaq, deməli 10'a ixtisar elədik. Daha sonra 40 ilə 5 ixtisar eləyək. Yuxarıda 8 olacaq. 8 vur 4 elədi 32. Dördüncüyə baxaq. 4'də yenə V0'ın kvadratı, yəni 32 vur 32 bölünsün tormoz yolu, yəni 16. Burada da 16 ilə 32 ixtisar gedəcək. Yuxarıda 32 qalacaq. 32 vur 2 elədi 64. Deməli, biz burada sürtünmə əmsalını ən böyük harda aldıq? Dördüncüdə aldıq. Cavabımız D variantı. 38 nömrəli məsələ. 38 nömrəli məsələlərdə deyilir ki, amorf maddələr üçün hansı ifadələr doğrudur? Baxın, bərk cisimlər iki cür olur. Bərk cisimlər, mən burada ümumi məlumat verəcəm sizə. Deməli, bir olur kristal bərk cisimlər. Kristal bərk cisimlər, bir də amorf bərk cisimlər olmaqla bərk cisimlər iki yerə ayrılır. Kristal cisimlərin xassələri hansılardır? Kristal cisimlər də belə deyək, molekullar nizamlı düzülüşə malikdirlər. Deməli, burada nizamlıdır. Amma amorflarda nizamsız düzülüş var. Nizamsız düzülüş. Deməli, birinci fərqli cəhəti bundan ibarət oldu. Amorf və kristalın. İkinci, kristal cisimlərin müəyyən ərimə temperaturu var. Müəyyən, yəni konkret ərimə temperaturu. Deyək ki, kristal cisimdir, 50 selsidə məsələn əriyir. Məsələn, 200 selsidə əriyir. Konkret bir qiymət var. Müəyyən ərimə temperaturu var. Amma amorf cisimlərin müəyyən ərimə temperaturu yoxdur. Müəyyən temperatur intervalında əriyirlər. Yəni, biz amorf cisimləri qızdıran zaman, məsələn, 20 selsiyə çatdısa, 20 selsidən başlayacaq 50 selsiyə qədər temperatur həm artacaq, həm də həmən cisim başlayacaq əriməyə. Yəni, bunun amorf cisimlər müəyyən yaza bilərik, temperatur intervalında əriyir. Və kristal cisimlərdə temperaturun biz zamandan asıllığını çəksək, baxın, dedik ki, müəyyən ərimə temperaturu var. Biz cismi qızdıran zaman temperaturu artır və müəyyən temperatura, yəni ərimə temperaturuna çatanda temperatur artıq sabit qalır və tam əridikdən sonra yenə başlayır maye halında olan cisim qızmağa. Amma bu amorf cisimlərdə belə deyil. Baxın, temperatur zamandan bu şəkildə asılı olacaq. Deyək ki, biz cismi qızdırırıq və müəyyən temperatura çatdısa, başlayacaq əriməyə və əriyən zaman yenə bunun temperaturu artacaq. Baxın,
müəyyən ərimə temperaturu olmadı. Artıq burada müəyyən temperatur intervalında əridir. Yəni interval artıq var burada. Bir də deməli kristal cisimlər həm izotrop ola bilir, izotrop, həm də anizotrop ola bilir, anizotrop olur. Amma amorf cisimlər yalnız izotrop maddələrdir. Deməli, burada gəlin indi biz variantlarımıza baxaq. Deyir, amorf maddələr anizotropdur. Xeyr, anizotrop deyil. İzotropdur. Bəli, 3 doğrudur. 2-də deyir, müəyyən ərimə temperaturuna malikdir. Bu hansı cisimlərdir idi? Kristal cisimlərdir. Deməli, bu da səhvdir. Cavabımız olacaq yalnız B variantı. Növbəti məsələmizdə deyilir ki, verilmiş kütləli ideal qaz əvvəlcə izotermik sıxılır, sonra izoxor soyuyur. Hansı qrafik qazın mütləq temperaturunun təzyiqdən asıllığını təsvir edir? Deməli, biz temperaturun təzyiqdən asıllıq qrafikini çəkməliyik. Temperaturun təzyiqdən asıllığı. Əvvəlcə nə deyir? Əvvəlcə izotermik sıxılır. Deməli, bizim birinci prosesimizdə temperatur nədir? Sabitdir. Həcm neyniyir? Həcm azalır. Biz Mendeleyev-Klapeyron tənliyindən P, V və T asıllığına baxırdıq. Burada temperatur sabitdirsə, görürük ki, P ilə V bir-birindən tərs mütənasib asılıdır. Yəni, temperatur sabit olduqda, əgər həcm azalarsa, təzyiq artacaq. Bizə də nə deyir? Həcmin azalmasını deyir. Yəni, izotermik sıxılma deyir. Deməli, birinci qrafikimizi çəkəndə temperatur sabitdir. Burada da dəyişməyəcək. Baxın, temperatur burada da sabit olmalıdır. Və həcm azaldığından təzyiq artacaq. Deməli, təzyiq oxu biz prosesin oxunu bax bu istiqamətdə qoymalıyıq. Çünki burada, baxın, bu istiqamətdə təzyiq artır. Gəldik ikinci prosesimizə. İkinci prosesdə deyir ki, izoxor soyuyur. Yəni, izoxor proses hansı proses idi? Həcmin sabit qaldığı proses idi. Soyuyur deyirsə, temperatur neyniyir? Azalır. Yenə biz PV, T asıllığına baxsaq, burada həcm sabitdir. Temperatur azaldığından təzyiq də azalacaq. Yəni, düz mütənasib asılıdır T, P-dən. Deməli, temperatur azalır. Baxın, ona görə də təzyiq də azalacaq. Bu da ikinci prosesimiz olacaq. Cavab olacaq A variantı. 40 nömrəli məsələyə baxırıq. 40 nömrəli məsələdə deyilir ki, cisim toplayıcı linzadan F bölünsün 3 məsafəsində yerləşmişdir. Onun mövhumi xəyalı linzadan hansı məsafədə alınır? Təbii ki, burada mövhumi xəyal alınacaq. Niyə? Çünki toplayıcı linzada bu fokus cisim məsafəsi biz görürük ki, fokus məsafəsindən kiçikdir. Deməli, toplayıcı linza üçün tənliyi yazsaq biz təbii ki, mövhumi xəyal üçün olan toplayıcı linza düsturunu yazacağıq. Toplayıcı linzanın fokus məsafəsi həmişə müsbətdir. 1 bölünsün F bərabərdir. 1 bölünsün D burada çıxılsın. 1 bölünsün modulda F olar. Burada toplayıcı linzada adətən biz plus yazırıq. Amma burada mövhumi xəyal alındığı üçün xəyal məsafəsini biz mənfi götürürük. Ona görə də minusdan yazmalıyıq. Burada bizdən nəyə soruşur? Mövhumi xəyalı linzadan hansı məsafədədir? Yəni, biz burada F-i tapmalıyıq. Gəlin belə eləyək. D-ni bizə verib. Toplayıcı cisim, toplayıcı linzadan F bölünsün 3 məsafədədir. Yəni, cisim məsafəsi burada F bölünsün 3-dür. 1 bölünsün modulda F bərabərdir. 1 bölünsün F-dən çıxmalıyıq. 1 bölünsün D-ni. Bərabərdir. 1 bölünsün, bir dəqiqə, burada 1 bölünsün D-dən. 1 bölünsün F-i çıxmalıyıq. D-ni bizə verib F bölünsün 3. Onda bura olacaq F bölünsün 3. 3-də qalxacaq yuxarı. Yuxarıda olacaq 3. Çıxılsın 1 bölünsün F. Bu da eləyir 2 bölünsün F. Deməli, biz 1 bölünsün F-i 2 bölü F tapdıq. Yəni, F burada nəyə bərabərdir? F bölünsün 2-yə bərabərdir. Yəni, bizim xəyal məsafəmiz F bölünsün 2 olacaq. Cavab olacaq B variantı.
41 nömrəli məsələ. 41 nömrəli məsələdə hər birinin müqaviməti 12 ohm olan 4 rezistor şəkildəki kimi qoşulmuşdur. Ümumi müqaviməti hesablayın deyir. Burada baxın, 4 dənə rezistor var. Bu ikisi bir-birinə paralel qoşulub. Bu onlara ardıcıl qoşulub və bu üçünə bir yerdə bu özü bunlar paralel qoşulub. Deməli biz gəlin birinci baxın buradan hər birinə R deyək. Baxın bura R, bura R, bura R, bura da R. Və hər birinin müqaviməti 12 ohmdur. İlk öncə bu ikisinin ümumi müqavimətini tapaq. Deməli paralel birləşmədə biz bilirik ki, ümumi müqavimət deməli burada baxın belə tapılır. Eyni müqavimətə malik olduğundan birinin müqavimətini bölməliyik ki, yəni burada ikisinin ümumi müqaviməti olacaq 12/2-dən 6. Deməli biz buna yeni ekvivalent olan bir dövrə çəkə bilərik. Baxın bu şəkildə buradan çəkirəm. Deməli burada bir 6 ohmluq bir rezistorumuz var. Ona bir dənə baxın burada bir 12 ohmluq rezistor qoşulub. Bu 12 və onlara hər ikisinə bir yerdə paralel 12 ohmluq bir dənə də rezistorumuz var. Baxın bu. Deməli neyniyək indi? Burada baxın bu ikisi necə birləşib bir-biri ilə ardıcıl birləşib. Ardıcıl birləşmədə biz ümumi müqaviməti tapanda nə edirdik? Təbii ki, toplayırdıq. Deməli biz burada bu ikisinin ümumi müqavimətini tapacağıq. Olacaq R1 üstə gələk R2. Ardıcıl birləşmədə toplamalıydıq. Oldu 18 ohm. Deməli, baxın addım-addım izah edirəm. İndi ikisi bir yerdə ümumi müqaviməti 18-dirsə, deməli mən bu ikisini bir dənə 18 ohmluq rezistorla əvəz eləyə bilərəm. Bura oldu 18 ohm. Aşağıda da nə var? 12 ohmluq bir rezistorumuz var. Bunlar bir-birinə necə birləşib? Paralel birləşib. İndi ümumi müqaviməti tapsam, paralel birləşmədə ümumi müqavimət R1 vurulsun R2 bölünsün R1 üstə gələk R2-dir. Eyni olsaydı əgər birinin müqavimətini onların sayına bölərdim. Amma artıq burada eyni deyil. Ona görə R1-imizi 18, R2-mizi 12 götürsək, aşağıda da 18 üstə gələk 12 yaza bilərik. Deməli 18 vur 12 bölünsün 30. İxtisar eləyək. 30 ilə 18 6-ya ixtisar gedəcək. Burada 3 qalacaq, burada 5 qalacaq. Deməli 36-nı da biz 5-ə böləndə 7 tam onda 2. Səhv eləmirəmsə 7 tam onda 2, bəli, 10 olacaq. Deməli cavabımız olacaq burada D variantı. 42 nömrəli məsələyə baxaq. 42 nömrəli məsələdə vahidlərdir. Deməli deyir amper vurulsun jol, bölünsün kiloqram vurulsun watt. Burada indi biz elə bir vahidi açmalıyıq ki, bizim işimiz rahat olsun, yəni ixtisar apara bilək. Gəlin watta baxaq. Watt nədir? Watt gücün vahididir. Gücün vahidi 1 wattdır. Yəni, güc də biz bilirik ki, vahid zamanda görülən işə bərabərdir. Yəni, biz wattı açsaq buradan, işin vahidini bölməliyik zamanın vahidinə. Yəni, olacaq 1 jol bölünsün saniyə. Gətirək wattın yerində bunu yazsaq, baxın, A vurulsun, amper vurulsun, jol bölünsün, kiloqram vurulsun, jol bölünsün saniyə. Jollar buradan ixtisar gedir, saniyə qalxır yuxarı. Yuxarıda olur amper vur saniyə bölünsün kiloqram. Amper vur saniyə bizə nəyə verir? Kulonu. Deməli, burada bərabərdir. Amper vur saniyə kulon verdiyi üçün kulon bölünsün kiloqram. Kulon nəyin vahididir? Uşaqlar, deməli, kulon yükün vahididir. Kiloqram nəyin vahididir? Kütlənin vahididir. Yəni, biz yükü kütləyə, həmən zərrəciyin kütləsinə bölsək, bizə hansı zərrəciyi, hansı kəmiyyəti verirdi? Xüsusi yükü verirdi. Cavab olacaq Y variantı. Növbəti məsələmiz 43 nömrəli məsələdir.
Kondensatorlar batareyasının ümumi elektrik tutumunun 30 mikrofarad olduğu məlumdursa, C kondensatorunun elektrik tutumunu hesablayın. Baxın, bu rezistorlardan artıq fərqlidir. Yəni, kondensatorlar artıq paralel qoşulanda artır, ardıcıl qoşulanda isə tutumu azalır. Burada ardıcıl birləşmədə ümumi tutumu biz tapmaq üçün, baxın, ardıcılda ümumi tutumu tapanda nə edirik? C1 vurulsun C2 bölünsün C1 üstəgələk C2-yə bərabərdir. Bu ardıcıldır. Paralel birləşmədə isə nə edirik? Paralel birləşmədə C1 ilə C2-ni toplayırıq. Baxırıq, baxın, birinci bu iki kondensatora. Bu iki kondensatorun ümumi tutumunu mən hansı düsturdan taparam? Baxın, birinci düsturdan tapa bilərəm. Onda C1 bilmirik nədir? C yazırıq onun yerinə. İkincinin tutumunu 40 verib. Daha sonra C üstəgələk 40. Bu oldu ardıcıl birləşmədə ümumi tutum. Sonra bu ikisi bir yerdə üçüncüyə necə qoşulub? Paralel qoşulub. Deməli, artıq burada baxın, burada biz bunları toplamalıyıq. Yəni, C1-in yerinə artıq mən burada yazacağam ardıcıl birləşmənin ümumi tutumu. Çünki ikisinin bir yerdə tutumudur bu. Bərabər olacaq. Ardıcıl tutumda oldu C vur 40. Aşağıda C üstəgələk 40. Üstəgələk C2 də bizə neçə verib? 10. 10 verib. Deyir ki, bunun ümumi tutumu, yəni biz burada ümumi tutumu tapdıq artıq. 30-a bərabərdir. Yəni, bunu 30-a bərabər eləyə bilərik. Gəlin, bax, buradan biz C-ni tapaq. Deməli, C vur 40 bölünsün. C üstəgələk 40 bərabərdir. 30-dan onu çıxarıq 20. Daha sonra C vur 40 bərabərdir. 20-ni məxrəcə vuracam. 20C üstəgələk neçə eləyəcək? 2800. Deməli, 40C-dən 20C-ni çıxanda olur 20C bərabərdir 800. C də buradan bərabər olacaq 800-ü 20-yə böləcəyik. Cavabımız oldu 40. Deməli, birincinin tutumu 40-a bərabərdir. Həqiqətən də bunu yoxlaya bilərik. Baxın, iki eyni kondensatordur. Bir-birinə necə birləşib? Ardıcıl birləşib. Ardıcıl birləşmədə birinin tutumunu bölməliyik sayına. Yəni, 40 bölünsün 2 elədi 20. 20 ilə də 10 bir-birinə paralel birləşib. Yəni, biz bunları nə etməliyik? Toplamalıyıq. Toplayanda da 20 üstəgələk 10, 30 elədi. Həqiqətən də ümumi tutumu bizə 30 vermişdi. Gəlin 44 nömrəli məsələyə baxaq. 44 nömrəli məsələ çox sadədir. Vektorial fiziki kəmiyyəti deyir, göstərin. Burada təbii ki, qüvvə vektorial. Hansı qüvvə olur olsun? Elastiklik qüvvəsi, daha sürtünmə qüvvəsi, ağırlıq qüvvəsi, qüvvə ümumiyyətlə vektorial fiziki kəmiyyətdir. 44 nömrəli məsələ. İki polad kürənin radiusları nisbəti R2 bölünsün R1 bərabərdir 3/1-dir. Kürələrinin kütlələrinin M1 bölünsün M2 nisbətini müəyyən edin. Deməli, uşaqlar, burada bir kürəmiz var. Bizim deyək ki, burada kürənin radiusu olsun R. Kürənin kütləsi M bərabərdir. Hansı düsturdan hesablanır? Rho vurulsun V düsturu ilə hesablanır. Kürənin, belə deyək, iki polad kürədir. Yəni, kürələrin burada sıxlığı sabitdir. V-nin yerinə biz kürənin həcmini yaza bilərik. Onda olacaq düstur 3/4 pi R-in kubu rho. İndi buradan biz görürük ki, kütlə radiusun kubu ilə düz mütənasib asılıdır. Yəni, biz burada nisbət şəklində yazsaq, M1 böl M2 nisbətini axtarırıq, bərabərdir. Olacaq R1 bölünsün R2-nin kubu. Burada baxırıq ki, şərtdə bizə R1 böl R2-ni yox, R2 böl R1-i verib. Deməli, biz buradan bilirik ki, R1 böl R2 nəyə bərabər olar? Bunun tərsinə, yəni 3-ə bərabər olar. Deməli, 3-ün kubu da neçə eləyəcək? 27 eləyər. Cavab oldu Y variantı. 46 nömrəli məsələyə baxaq. Bir cins elektrik sahəsində intensivlik xətləri istiqamətində hərəkət edən elektron və proton üçün Euler Venn diaqramında uyğun bəndləri qeyd edin. Bir cins elektrik sahəmiz var. Baxın, burada çəkim iri.
Bu bizim bircins elektrik sahəmiz. Yəni bircins elektrik sahəsi deyəndə bir-birinə paralel olan xəttlər nəzərdə tutulur. Və elektron və proton bu sahəyə intensivlik xəttləri istiqamətində daxil olur. Yəni burada olsun bir proton müsbət yüklüdür bilirik. Elektronun yükü nədir? Mənfi yüklüdür. Bunu da bilirik. Daha sonra sürətləri də bax bu istiqamətdə olacaq. Daxil oldu bu istiqamətdə. İntensivlik xəttləri həmişə biz bilirik ki, müsbətdən başlamalıdır, mənfidə bitməlidir. İndi protona baxın. Protona təsir edən gəlin qüvvəni göstərək. Proton müsbət yüklüdür. Təbii ki, ona təsir edən qüvvə mənfiyə tərəf olacaq. Yəni mənfi ilə müsbət bir-birini cəzb elədiyindən bax buna bu istiqamətdə bir qüvvə təsir göstərəcək. Elektrona təsir edən qüvvəni göstərək. Elektron mənfidir. O da müsbətə tərəf bir Coulomb qüvvəsi ilə cəzb olunacaq. İndi burada qüvvələri göstərəndən sonra biz görürük ki, protonda sürətlə qüvvə eyni istiqamətlidir. Deməli, sürətlə qüvvə eyni istiqamətlidirsə, proton necə hərəkət edəcək? Bərabər yeniləşən hərəkət edəcək. Baxaq cavabımıza. Baxın, G-də deyir ki, bərabər yeniləşən hərəkət edir. Bu protona aiddir. Elektronda görürük ki, sürət və qüvvə bir-birinə əks istiqamətdə yönəlib. Bu zaman zərrəcik bərabər yavaşlayan hərəkət edəcək. Deməli, D də gəldi. Baxın bura. İndi gəldik kinetik və potensial enerjilərə. Kinetik enerji artan zaman, daha doğrusu, kinetik enerji burada nə zaman artır? Yeniləşən hərəkət edən bir cismin sürəti artır. Sürət artırsa, deməli, burada kinetik enerji artacaq və bu da protona aiddir. Çünki yeniləşən hərəkət edir. Deməli, kinetik enerjisi protonun artdı. C də gəldi bura. 3-ə. Yavaşlayan hərəkət edən zərrəciyin isə sürəti azalacaq. Sürət azaldısa, kinetik neynədir? Azaldı. Kinetik azaldısa, tam enerjinin saxlanma qanununa görə potensial neynəməlidir? Artmalıdır. Deməli, potensial da burada artacaq. Gəldi elektron. Elektrona uyğun oldu. Təcil sabitdir. Təcilin düsturu A bərabərdir. F bölünsün M-dir. Burada F QY-dir. Bölünsün M. Təbii ki, yüklər burada sabitdir. Hər ikisinin yükü sabitdir. Dəyişmir. Kütlələri də dəyişmir. Sahə də bircins olduğu üçün intensivlikdə sabitdir, dəyişmir. Deməli, burada təcil hər ikisində sabit olacaq. B də ortaqdır. Cavablara baxırıq. 1A, D. D ilə birinci variantda, yəni A variantında 1A, D, 2B, 3C, Y verilib. 47 nömrəli məsələyə baxaq. 47 nömrəli məsələdə deyilir ki, riyazi rəqqas A kənar vəziyyətindən B kənar vəziyyətinə 3 saniyədə çatır. Rəqqasın uzunluğunu hesablayın. Deməli, bu riyazi rəqqas A kənar vəziyyətindən B kənar vəziyyətinə 3 saniyə gəlirsə, T bərabərdir 3 saniyə. Bunun periodu nəyə bərabər olar uşaqlar? Period nədir? Period, belə deyək, bir rəqsə sərf olunan zamandır. Bəs bu sistem bir rəqsini nə zaman tamamlayır? Məsələn, A nöqtəsindən başladı hərəkətə. Hərəkət elədi, gəldi B nöqtəsinə. Artıq burada bu yarım period müddətin zaman, yəni periodun 2də 1-nə bərabərdir. Yenidən bu əgər B-dən A-ya qaydırsa, onda bu tam rəqsini tamamladı. Deməli, A-dan B-yə 3 saniyə gəlibsə, B-dən də A-ya 3 saniyə gələndə bir tam rəqs tamam olur və periodumuz olur bizdə 6 saniyə. Bunu bildik. Daha sonra rəqqasın uzunluğu. Burada biz omega, dövrü tezlik, bilirik ki, nəyə bərabərdir? Omeganın, gəlin belə deyək, omeganın kök altında J bölünsün elə L düsturunu bilirik. Omega kvadratı onda bərabər olacaq J bölünsün elə. Burada biz riyazi rəqqasın uzunluğunu tapmaq istəyirik. Yəni L bərabərdir J bölünsün omeganın kvadratı. J məlumdur, 10'dur.
Omeqanın kvadratı. İndi istəsəm mən burada düsturu qoyub hesablaya da bilərəm. Amma gəlin omeqa kvadratın bax bu qıraqdan hesablayaq. Omeqanın düsturu biz bilirik ki 2 pi bölünsün t'dir. Kvadratdırsa, onda burada olacaq nə? 4 pi'nin kvadratı bölünsün t'nin kvadratı. 4 vurulsun pi'nin kvadratı 9 bölünsün t'ni də biz 6 tapmışıq. Kvadratı eləyəcək 36. Deməli, 36 ilə 9 ixtisar getdi 9-a. Aşağıda 4 qaldı. 4 ilə də 4 getdi. Burada qaldı 1. Deməli, omeqa kvadratını 1 tapdıq. Gətirib burada yerinə yazsaq, elə burada cavabımız olacaq 10 metr. Cavab B variantı. 48 nömrəli məsələyə baxaq. Deməli, cisim L radiuslu çevrə üzrə bərabər sürətlə hərəkət edir. Dövr etmə periodu T-dir. T bərabərdir 1/4 T müddətində gəlin doğru variantımızı seçək. Çevrə üzrə bərabər sürətli hərəkətdə, baxın bu olsun bizim çevrəmiz. Cisim deyək ki A nöqtəsindən hərəkətə başlayır. Biz bu çevrəni 4 hissəyə bölsək, bizə verilən şərtdə görürsünüz T bərabərdir 1/4 T-dir. Yəni cisim baxın çevrənin 1/4-ni çizacaq. Cismin hərəkəti buradan bura gəldi. Cisim deyir 4 tam dövr edib. Xeyr. Cisim 4 tam dövr etməsi, yəni cismin tam dövr etməsi o deməkdir ki, cisim başladığı nöqtəyə geri qayıtsın. Yəni burada cisim 1/4 dövr edib. 4 tam dövr etməyib. Deməli burada cavab səhvdir. Cismin yer dəyişməsi 2 r-ə bərabərdir. Cismin yer dəyişməsi əziz şagirdlər, o zaman 2 r-ə bərabərdirsə, bu cisim A-dan başlasın, yarım çevrə boyunca gəlsin, bax bura C-yə. Bu zaman biz deyə bilərik ki, yer dəyişmə başlanğıc və son nöqtələri birləşdirən xəttdir. Ona görə bura R, bura R, yəni cismin yer dəyişməsi nə olacaq? Çevrənin diametri, yəni 2 r-ə bərabər olacaq. Amma bizdə şərtdə 1/4 T deyir, yəni cisim A-dan B-yə gəlib. Ona görə bu cavab da səhvdir. C. Təcilin modulu deyir artır. Çevrə üzrə bərabər sürətli hərəkətdə təcilin modulu sabit qalır. Düzdür, istiqaməti dəyişir, istiqaməti də bütün nöqtələrdə mərkəzə doğru yönəlir, amma modulu dəyişmir. Daha sonra D-də deyir, cisim 2 pi r bölünsün 2 qədər yol qət edir. Ümumiyyətlə, cisim bir tam dövr edəndə, yəni A-dan başladı, deyək ki, qayıtdı, gəldi A-ya. Nə qədər yol gedir? L bərabərdir, çevrənin uzunluğu qədər yol gedir, 2 pi r. Əgər bu n dənə dövr eləyərsə, onda biz bunu vurarıq n, dövrlərin sayına. İndi burada neçə dövr elədi? 1/4 dövr elədi. Yəni, n-i biz burada 1/4 götürsək, olacaq 2 pi r vurulsun 1/4 bərabərdir. Deməli, 2 ilə 4 ixtisar getdi. Cavab oldu pi r bölünsün 2. Həqiqətən də getdiyi yol pi r bölünsün 2-yə bərabərdir. Y-yə də baxaq. Y-də deyir, dönmə bucağı pi radian olur. Baxın, dönmə bucağı, bax burada budur. 1/4 periodda baxın buradır. Burada 90 dərəcədir. 90 dərəcədir. Və tam bir çevrə neçə radiandır? 2 pi radiandır. Əgər bu 1/4-in gedibsə, onda deməli burada nə olacaq? Pi bölünsün 2 radian olacaq. Deməli bu da səhvdir. Cavabımız oldu D variantı. 49 nömrəli məsələyə baxırıq. 49 nömrəli məsələdə deyilir, düz xətli hərəkət edən iki cismin sürətinin proyeksiyasının zamandan asıllıq qrafiki verilmişdir. Cisimlərin başlanğıc koordinatları eynidir. Cisimlər ikisi də eyni koordinatdan başlayıb. T0 zaman anında hansı kəmiyyətin qiyməti 0-a bərabərdir? Gəlin belə edək, baxın. Cisimlərin hər ikisi eyni koordinatdan hərəkətə başlayır. Bu x oxumuz olsun. Birinci də başlayır, bax bu koordinatdan, ikinci də başlayır. Bu birinci, bu ikinci. İndi baxın. Burada cisimlər T0 anında, bax burada. Birincinin getdiyi yol nə qədər olar? Təbii ki, birincinin qrafiki baxın budur. Birincinin getdiyi yol qrafikin altında qalan fiqurun sahəsi. Bəs ikincinin getdiyi yol nə qədər olar? İkincinin getdiyi yol yenə fiqurun
qrafikin altında qalan bax bu fiqurun sahəsi. Və biz görürük ki, burada ikinci daha çox yol gedib. Deməli, cisimlər arasındakı məsafə burada 0 ola bilməz. Sanki ikinciyi, baxın, daha çox yol gedib gəlib bura. Birinci daha az yol gedib gəlib bura. Bu birinci, bu ikinci. Təbii ki, bunlar arasında məsafə var. Müəyyən qədər məsafə var, yəni 0 ola bilməz. Daha sonra deyir, birinci cismin ikinci cismə nəzərən sürəti. Burada T0 anında, gəlin buranı silim. T0 anında görürük ki, sürətlər bir-birinə nədir? Həm birincinin sürəti, həm ikincinin sürəti bir-birinə bərabərdir. Məsələn, deyək 10 metr böl saniyədir. Və ikisi də eyni istiqamətli hərəkətdir. Çünki T oxundan yuxarıda biz demişik ki, X oxu istiqamətində hərəkətdir. İkisi də eyni istiqamətdə, X oxu istiqamətində hərəkət edir. İstər birincinin ikinciyə nəzərən, istər ikincinin birinciyə nəzərən sürəti tapanda, eyni istiqamətli hərəkətdirsə, sürətləri bir-birindən biz çıxmalıyıq. Burada da hər ikisinin sürəti 10 olduğundan, təbii ki, bir-birinə nəzərən sürəti olacaq 0. Bu düzdür. İkinci cismin təcili. İkinci cismin təcili, baxın, buradan başladı. Biz bunun eyni olduğunu deyə bilmərik. Eyni olduğunu deyə bilmərik. Çünki burada artıq V0'lar fərqlidir. V0'lar fərqlidir. Zaman anı eynidir. Son sürət də eynidir, amma V0'ları burada fərqlidir. Biri yeniləşən, biri yavaşan hərəkət edir. Ona görə biz burada cismin təcilinin bir-birinə bərabər olduğunu deyə bilmərik. Daha sonra birinci cismin sürəti. Xeyr, birinci cismin sürəti görürsünüz, müəyyən bir qiyməti var. Həm birinci cismin, həm ikinci cismin müəyyən bir qiyməti var. Ona görə də 0 ola bilməz. Burada yalnız cavab 2 olacaq. 50 nömrəli məsələ. Verilmiş kondensatorun tutum müqavimətinin dəyişən cərəyanın tezliyindən asıllıq qrafikini müəyyən edin. Tutum müqaviməti XC bərabərdir 1 bölünsün omega C. Omega dövrü tezlikdir. Burada omeganın yerinə 2 pi nü yazsaq, deməli, tezliklə necə asılı oldu? Tərs mütənasib asılı oldu. Gəldik 51 nömrəli məsələyə. 51 nömrəli məsələdə deyilir, iki müxtəlif otaqdakı psixrometrləri, göstərişləri verilib. Otaqlar haqqında hansı məlumatlar doğrudur? İki otaq haqqında deməli biz nələri deyə bilərik? Psixrometr ümumiyyətlə nəyi ölçür? Psixrometr nisbi rütubəti ölçür, fini. Nisbi rütubət. Və nisbi rütubət deməli nələrdən asılıdır? Nisbi rütubət asılıdır. Deməli, quru termometrin göstərişi çıxılsın nəm termometrin və yaxud da yaş termometrin göstərişləri fərqindən tərs mütənasib asılıdır. Təkcə quru termometrin göstərişi ilə bax bu asıllıqdan görürük ki, tərs asılıdır. Amma nəm termometrinin göstərişi ilə düz asılıdır. Niyə? Tərs asılı kimi görünə bilər. Amma burada qarşıda bir mənfi var. Ona görə biz deyirik ki, nisbi rütubət sanki, baxın bunu belə yazaq. Nisbi rütubət quru termometrin göstərişi ilə düz, nəm yaş termometrin göstərişi ilə üzr istəyirəm, tərsinə olacaq. Deməli, nəm termometrinin göstərişi ilə düz, quru termometrin göstərişi ilə tərs mütənasib asılıdır. Və quru nəm termometrlərinin göstərişləri fərqi bir-birinə bərabər olanda, baxın, quru ilə nəmin göstərişi bir-birinə bərabər olanda, nisbi rütubət 100% olur. 100% olur. Və nisbi rütubətin 100% olması həmən o buxarın doyan buxar olması deməkdir. Baxın, bu şərtimizi də biz bilək. Gəlin indi baxaq. Quru termometrinin göstərişi bizə 30 verib birinci otaqda. Nəm termometrinin göstərişini 26 verib. Təbii ki, bunlar bir-birinə bərabər deyil. Bir-birinə bərabər deyilsə, burada artıq nisbi rütubət 100%-dən aşağıdır və həmən oradakı buxar doymayan buxardır. Deməli, burada bizə deyir, birinci otaqda havadakı su buxarı doyandır, səhvdir. Çünki nisbi rütubət 100% ola ki, gərək burada buxar doyan olsun. Deməli, A variantı burada səhvdir. İkinci otaqda havadakı su buxarı doymayandır. Baxın, ikinci otaqda quru termometrinin göstərişi 30-dur.
nəm termometrinin göstərişi də 30-dur. Deməli, burada quru və nəm termometrləri göstərişləri bir-birinə bərabərdirsə, nisbi rütubət 100%-dir və 100% olanda artıq dedik ki, həmən otaqdakı buxar necə buxardır? Doyan buxardır. Deməli, bu da səhvdir. Burada doymayan deyir. Görək, doyan hal varmı burada? İkinci otaqda doyan yoxdur. Birinci otaqda nisbi rütubət daha böyükdür. İkinci otaqda nisbi rütubət 100%-dir. Yəni, bu maksimal bir qiymətdir. Bundan yuxarı ola bilməz. Deməli, birinci otaqda böyük ola bilməz. Birinci otaqda kiçikdir, səhvdir. İkinci otaqda daha böyükdür. Baxın, bu variant düzdür. Çünki ikinci otaqda nisbi rütubət 100%-dir. Quru və nəm termometrlərinin göstərişi bir-birinə bərabərdir. Y variantına da baxaq. Birinci otaqda havadakı su buxarının parsial təzyiqi daha böyükdür. Biz dedik ki, nisbi rütubət, baxın, düsturları bulardır. Rho bölünsün, rho 0 vurulsun 100%. P bölünsün, P0 vurulsun 100%. Və yaxud da burada biz buxarın, bax, burada mütləq rütubətdir. Yuxarıdakı rho buxarın, havadakı su buxarının sıxlığıdır və mütləq rütubət də adlanır. Aşağıda indeksində 0 olanları isə doyan su buxarına aiddir. İndi havadakı əgər su buxarının bizə kütləsi və yaxud da həcmi verilərsə, su buxarının rho-nun yerinə biz m bölünsün v yaza bilərik. Ona görə düsturumuz olar belə. Rho 0 vurulsun, m bölünsün v yazdıq. Vurulsun 100%. Burada görürük ki, nisbi rütubət nələrlə düz asılıdır? Havadakı su buxarının sıxlığı ilə, havadakı su buxarının parsial təzyiqi ilə, havadakı su buxarının kütləsi ilə, baxın, bunlarla düz mütənasib asılıdır. Birinci otaqda nisbi rütubət azdır, ikinci otaqdakına nisbətən. Ona görə parsial təzyiq də, yəni P də burada kiçik olmalıdır. Yəni, bu da səhv olacaq. Cavab D variantı. 52 nömrəli məsələ. Müqavimətin temperatur əmsalının vahidini göstərin. Deməli, müqavimətin temperatur əmsalı alfadır, biz bunu bilirik və müqavimət temperaturla necə asılı idi? Düz mütənasib asılıdır. Hətta biz bunu bu düstura əsasən tapırdıq. R bərabərdir rho 0, 1 üstə gələk, alfa delta T. Buradakı R0, 0 Selsidəki müqavimətdir. R müəyyən temperaturda olan bir müqavimətdir. Alfa müqavimətin, görürsünüz, temperatur əmsalıdır. T isə temperatur dəyişməlidir. Biz burada temperatur dəyişməsi də alfanı tapsaq, alfa bərabərdir, özünüz də tapa bilərsiniz ki, R çıxılsın, R0 bölünsün, alfa R0 vurulsun delta T-yə bərabərdir. Yəni, yuxarıda müqavimətin dəyişməsi delta R, aşağıda R0 vur delta T-dir. Alfanın, yəni müqavimətin temperatur əmsalının vahidini yazanda biz müqavimətin vahidini, ohmu, bölməliyik başlanğıc müqavimət, yəni ohm, vurulsun temperatur, yəni temperaturun vahidi də Kelvindir. Ohmlar buradan ixtisar gedir, qalır burada 1 bölünsün Kelvin. Və yaxud da biz buna Kelvin üstü -1 də deyə bilərik. Cavabımız oldu B variantı. 53 nömrəli məsələ. Kütləsi 5 kiloqram olan 60 Selsi temperaturlu su ilə 40 Selsi temperaturlu neçə kiloqram su qarışdırılarsa, alınan qarışığın son temperaturu 50 Selsi olar. Deməli, biz qərarlaşmış temperatur demişik. Yəni, qarışığın son temperaturu yazaq. Bunu eta ilə. Eta bərabərdir. Düsturumuz bu şəkildədir. S1, M1, T1 üstə gələk S2, M2, T2 bölünsün S1, M1 üstə gələk S2, M2. Burada biz görürük ki, birincinin kütləsi verilib və hər ikisi su olduğu üçün burada S1 ilə S2 bir-birinə bərabərdir. Ona görə bu düsturdan biz S-ləri ixtisar eləsək, düsturumuz baxın, alınır bu şəkildə. M1, T1 üstə gələk M2, T2 bölünsün M1 üstə gələk M2. Gəlin baxaq. Deməli,
M1-i bizə neçə verib? Buradan yazaq. M1. M1'imiz bax buradan 5 kiloqram. T1'imiz 60 cc. M2'ni soruşur. M2 bilmirik nədir. T2'ni də verib bizə 40 cc. Verilənləri gətirək yerində yazaq. Deməli, gəlin aşağıdan yazım. Qərarlaşmış temperaturu da, son temperaturu da, etanı da verib bizə 50. Deməli, burada düsturda biz bunları nəzərə alsaq. 50 bərabərdir. M1 5, T1 60, üstə gələk. M2'ni axtarırıq. T2 40. M1 5, üstə gələk M2. Deməli, buradan tapacağıq, bax, yuxarını biz yazaq. 5'i 60'a vuranda 300, üstə gələk. 40 M2 bərabərdir. 50'ni vuraq məxrəcə. 50'ni vuraq 5'ə 250, üstə gələk 5 M2. Məsələnin davamını baxın, buradan yazacağım. Deməli, biz 300-dən 250'ni çıxırıq. Qalır deməli 50 bərabərdir. Burada 50 M2 olmalıdır. Deməli, 50 M2'dən də 40 M2'ni çıxırıq, qalır 10 M2. M2 də buradan bərabərdir. 50 bölünsün 10. Cavab elədir 5 kiloqram. Cavab 5 kiloqramdır. Belə. 54 nömrəli məsələ. Düzxətli hərəkət edən cismin koordinat tənliyi x bərabərdir 5 üstə gələk 4t üstə gələk 3t'nin kvadratı şəklindədir. Cismin kütləsi 4 kiloqram olarsa, t bərabərdir 0 anında cismin impulsunun qiymətini yazın. Deməli, biz koordinat tənliyini bilirik. X bərabərdir x0 üstə gələk v0 xt üstə gələk axt'nin kvadratı bölünsün 2'dir. Deməli, gəlin baxaq. Burada x0'ımız baxın, burada 5'dir. T'nin əmsalı bizə başlanğıc sürəti verir. Yəni v0'ımız 4'dür. Burada təcilimiz də heç bizə lazım deyil əslində. Bax 6'dır. Çünki t kvadratının əmsalı təcilin yarısıdır. Təcilin yarısı 3'dürsə, təcilin özü 6 olacaq. M nə qədərdir? M də 4 kiloqramdır. T0 anındakı impuls cismin başlanğıc impulsudur. Və cismin başlanğıc impulsunu hesablamaq üçün kütləni vurmalıyıq başlanğıc sürətə. Yəni 4 vur 4 olacaq 16 kiloqram vur metr bölünsün saniyə. Gəlin 55 nömrəli məsələyə baxaq. Deməli, cisim bloklar sistemi vasitəsilə bərabər sürətli qaldırılır. F bərabərdir 50 Newton və ipin sərbəst ucunun sürətinin 4 metr böl saniyə olduğunu bilərək cismin kinetik enerjisini joulla hesabla. Deməli, burada F-i bizə verib 50 Newton. Gəlin görək, daha sonra nə vermişdi? İpin sərbəst ucunun sürəti V ip bərabərdir 4 metr bölünsün saniyə. Bizdən kinetik enerjini soruşur. Kinetik enerjiyi, özdə yükün kinetik enerjisini soruşur. M V yükün kvadratı bölünsün 2 olmalıdır. Amma bizə burada yükün sürətini verməyib ya da cismin kütləsini verməyib. Bəs bunu biz necə tapaq? Gəlin görək, sistem, baxın bu sistemdə qüvvədə neçə dəfə qazanc verir? Burada ilk öncə cismin kütləsinə M desək, burada aşağıya doğru buna ağırlıq qüvvəsi mg təsir göstərir. İpin sərbəst ucu, baxın F-dir. İpi izləyirik. Eyni ipdə eyni gərilim olmalıdır, düzdürmü? Eyni ipdə eyni gərilmə. Deməli, burada nədir? Burada da F qüvvəsi var. Burada F-dir. Bura F, bura F. Onda aşağı bura 2 dənə F bunu tarazlıqda saxlayırsa, aşağı olacaq 2F. Aşağı 2F-dirsə, baxın, eyni ipdir yenə. Burada da 2F olacaq. Deməli, bizim yükümüzü neçə F tarazlıqda saxlayır? Yuxarıya doğru 2F, 2F, 4F tarazlıqda saxlayır. Deməli, biz burada 4F bərabərdir mg yaza bilərik. Buradan kütləni tapsaq, M bərabərdir 4F bölünsün J. Yəni,
4 vurulsun 50 bölünsün 10. Bu da eləyəcək 20 kiloqram. Digər tərəfdən uşaqlar, biz burada baxın F bərabərdir mg böl 4 aldıq. Yəni bu sistem qüvvədə neçə dəfə qazanc verir? 4 dəfə qazanc verir. Əgər sistem qüvvədə 4 dəfə qazanc verirsə, yükün sürəti ipin sürətindən 4 dəfə az olmalıdır. Deməli, biz yükün sürətini də tapa bilərik. V ip bölünsün 4-dən 4 bölünsün 4 bərabərdir 1 metr bölünsün saniyə olacaq. Deməli, biz burada nəyi tapdıq? Kütləni tapdıq 20 kiloqram. Yükün sürətini tapdıq 1 metr böl saniyə və artıq yükün kinetik enerjisini hesablaya bilərik. Kütlə 20, yükün sürəti 1, 1-in kvadratı 1-dir, bölünsün 2. 20-ni 2-yə böləndə olacaq 10 joula bərabər. Bu da maraqlı bir məsələ idi. 56 nömrəli məsələ. Deməli, induktivliyi 3 millihenri olan sarğazdakı cərəyan şiddətinin zamandan asılılıq qrafiki verilmişdir. Sarğazda yaranan öz-özünə induksiya EHG-ni hesablayın. Deməli, induktivlik bizə verilir. Özdə bizə milli voltla hesabla dediyindən biz artıq burada induktivliyi çevirməyəcəyik. Deməli, induktivliyimiz 3 millihenridir. Öz-özünə induksiya EHG bərabərdir. L vurulsun delta I bölünsün delta T'dir. Burada biz görürük ki, L 3-dür, bizə şərtdə verilib. Bəs delta I nədir? Delta I cərəyan şiddətinin dəyişməsidir. Baxın, nə qədər dəyişib? 3-dən 6-ya gəlib. Deməli, cərəyan şiddətinin dəyişməsi 3-dür. Zaman nə qədərdir? 2. Deməli, 3 vur 3 9-dur. 2-yə böləndə elədir 4,5 millivolt. Cavabımız belədir. Gəldik biz 57 nömrəli məsələyə. 57 nömrəli məsələ də imtahan tipli çox gözəl bir məsələdir. Deməli deyilir, yer səthində cismə təsir edən ağırlıq qüvvəsi F-dir. Yer səthindən verilən hündürlüklərdə bu cismə təsir edən ağırlıq qüvvəsi üçün uyğunluğu müəyyən edin. Baxın, yer səthində ağırlıq qüvvəsi nəyə bərabər idi? F bərabərdir. F bərabərdir. Deməli, J, M vurulsun M bölünsün R-in kvadratı. Planetin radiusu. Amma hər hansı bir hündürlükdə, yəni H hündürlüyündə ağırlıq qüvvəsini yazsaq, biz J, M vurulsun M, mörtəzədə R plus H-ın kvadratı. Deməli, baxırıq ki, əgər H R-dirsə, gətirək yerinə qoyaq. Görürük ki, burada, deməli, H-ın yerinə R qoysaq, düsturumuz olur belə. M bölünsün. R üstə gələk R, 2R, 2R'in kvadratı 4R'in kvadratı. Deməli, əvvəlcə, baxın, nə idi? JM bölünsün R'in kvadratı idi. İndi R hündürlüyünə qaldıranda artıq oldu JM bölünsün 4R'in kvadratı. Yəni, neçə dəfə azaldı? 4 dəfə azaldı, biz bunu deyə bilərik. Deməli, ümumi halda düstur budur, amma və hamısının yerinə qoyub biz hesablaya bilərik. Yəni, burada olacaq H hündürlüyündə yer səthindəkindən 4 dəfə kiçik. Deməli, ümumi olaraq qısa belə deyək. Əgər H bərabərdir, baxın, H bərabərdir, N R olarsa, N burada 1 ola bilər, 2 ola bilər, 3 ola bilər. Yəni, planetin radiusunun misilləri ola bilər burada. Onda yer səthində olan ağırlıq qüvvəsi nə qədər azalacaq? Baxın, N üstə gələk 1-in kvadratı dəfə azalacaq. Bunu da yadımızda saxlayaq. Deməli, H bərabərdir R-dir. Burada dedik ki, F böl 4 olacaq. H bərabərdir 2R. Deməli, burada N-in yerinə neçə qoyacaq? 2 qoyacaq. 2 üstə gələk 1, 3 elədir. 3-ün kvadratı 9 dəfə azalacaq. Deməli, H bərabərdir 2R-də olacaq F böl 9. 3 olanda N-in yerinə 3 qoysaq, olacaq 3 üstə gələk 1, 4, 4-ün kvadratı 16, deməli F bölünsün 16. R-də də nə qədər oldu? F bölünsün 4. Deməli, 1-ə getdi C, 2-yə getdi D, 3-ə getdi Y. Cavab oldu 1C, 2D, 3Y.
Aha, gəldik situasiya tipli məsələlərə. Deməli, sərbəst düşən cismin düşmə müddətinin düşdüyü hündürlükdən asıllıq qrafikini qurun. Əziz şagirdlər, biz düşmə müddətini sərbəst düşən cisim deyirsə, təbii ki, burada V0-ımız 0-a bərabərdir. Düşmə müddəti deyiləndə artıq təbii ki, cisim necə hərəkət eləyir? Yuxarıdan aşağıya doğru bərabər yeniləşən hərəkət eləyir və başlanğıc sürət də 0-a bərabərdir. Deməli, burada son sürət bərabərdir, son sürət gt düşməyə. Deməli, t düşməni buradan tapsaq, t düşmə bərabərdir v bölünsün g-dir. Aha. Və v-nin yerinə biz gətirib kök altında 2j yazsaq, düsturumuz olur belə. Düşmə müddətinin yeni bir düsturu. 2h bölünsün j. Buradan biz görürük ki, düşmə müddəti hündürlüklə, cismin düşdüyü hündürlüklə kök 6 düz asılıdır. Kök 6 düz asıllıqda necə idi? Baxın, bu şəkildə. 59 nömrəli məsələyə baxaq. Aha, deməli. Kondensatorun tutumu 30 mikrofarad azaldıqda, rəqs konturunda rəqslərin tezliyi 2 dəfə artıb. Kondensatorun əvvəlcə tutumu nə qədər olub? Deməli, biz tutumu neynədik? İkinci haldakı tutum, birinci haldakı tutumdan 30 azdır. Və bu zaman tezlik 2 dəfə artıb. Yəni, nü 2 bərabərdir 2 nü 1-ə. Gəlin, biz tezliyin düsturunu tapaq. Ümumiyyətlə, rəqs konturunda omega bərabər idi nəyə? 1 bölünsün kök altında LC-yə. Burada omeganı 2 pi nü kimi də yaza bilərik. Bərabərdir 1 bölünsün kök altında LC. Deməli, uşaqlar, burada tezliyin 2 dəfə artması üçün, baxın, tutumu neçə dəfə dəyişməliyik? Kök altında da bu. Kök altında asıllıqdır. 4 dəfə azaltmalıyıq. Deməli, burada C2 bərabərdir C1 bölünsün 4. Və gətirib bunu biz burada nəzərə alsaq, onda C2-nin yerinə C1 böl 4 bərabərdir C1 çıx 30. Buradan C1-i tapa bilərik biz. Deməli, buradan gəlin tapaq. C1 bərabərdir 4 C1 çıxılsın 120. 3 C1 bərabərdir 120-yə. C-ni də neçə tapacağıq? C1-i. C1-i də 120-ni 3-ə bölərik. 40 mikrofarad taparıq. Milli yox, mikro. 40 mikrofarad. Baxın, bu şəkildə məsələni həll edirik. Altmış nömrəli məsələ. Yuxarını sileyim. Deməli, buradan yazacağım məsələni. Məsələdə deyilir, yer səthindən 70 metr hündürlükdən sərbəst düşən qurğuşun cismin yerlə mütləq qeyri-elastiki toqquşması zamanı cismin temperaturu nə qədər artar? Tam mexaniki enerjinin yarısının cismin daxili enerjisinə çevrildiyini qəbul edin. Cismin xüsusi istilik tutumunu 140, havanın müqavimət qüvvəsi nəzərə alınmır, J də 10-a bərabərdir. Deməli, əgər cisim yer səthindən 70 metr hündürlükdən düşürsə, baxın, bura yer səthi. Cisim 70 metr hündürlükdədir və sərbəst düşür, yəni V0 0-a bərabərdir. Deməli, buradan bura məsafəni biz çəkək. H bərabərdir 70 metr. Gəlin, bunu böyük H eləyək, çünki burada maksimal hündürlükdür. Böyük H-ımız 70 metrdir. İlk öncə, gəlin, deyir ki, tam mexaniki enerjinin yarısı cismin daxil enerjisinə çevrildi. Tam mexaniki enerjini gəlin tapaq. Tam mexaniki enerji biz bilirik ki, harda olur olsun, burada dəyişməyəcək. İstər cisim bax burada gəlsin olsun, istər gəlsin yerə dəysin. Burada tam mexaniki enerji dəyişmir. Tam mexaniki enerji Y tam bərabərdir. Bura baxaq. Yuxarıda tam mexaniki enerji kinetik və potensialın cəmidir, biz bilirik. Sərbəst düşən bir cismin kinetik enerjisi 0-a bərabərdir. Çünki niyə?
başlanğıcda kinetik enerji sıfırdır. Çünki sürəti sıfırdır. Əgər kinetik enerji sıfıra getdisə, tam mexaniki enerji elə nəyə bərabər olacaq? Cismin potensial enerjisinə bərabər olacaq. Cismin potensial enerjisi nədir? Kütlə M-dirsə, olacaq mgh. Baxın, tam mexaniki enerji budur. Və deyir ki, tam mexaniki enerjinin yarısı daxili enerjiyə çevrildi. Yəni, bu tam mexaniki enerjinin yarısı mgh bölünsün 2. Çevrildi daxili enerjinin artmasına, dəyişməsinə, delta U-ya. Və daxili enerjinin dəyişməsi nəyin hesabına olur? Aldığı istilik miqdarı hesabına olur. O da bərabər olur Cm delta T-yə. Deməli, biz buradan belə bir münasibət aldıq. Baxın, uşaqlar, mgh bölü 2 bərabərdir Cm delta T-yə. M-lər buradan ixtisar getdi. Əlimizdə qalan ifadə, deməli, gh, buradan yazıram aşağıdan, bölünsün 2 bərabərdir C vurulsun delta T. Buradan biz delta T-ni tapsaq, delta T bərabərdir 2C aşağıda, GH da yuxarıda. Deməli, G 10, H 70, 2 vurulsun C, yəni 140. Burada 140 ilə 70 ixtisar gedir, burada 2 qalır. 10-u 4-ə, yəni 2 vur 2-yə böləndə eləyəcək 2,5 Selsi. Deməli, cismin temperaturu nə qədər artdı? 2,5 Selsi artdı. Belə əziz şagirdlər, sizə məsləhət görürəm ki, baxın, bu testlərin izahına baxmadan imtahana getməyin. Çünki mən bu məsələləri elə izah elədim ki, demək olar ki, əksər mövzuları biz burada artıq təkrar eləmiş olduq. İmtahanda hər birinizə uğurlar arzu edirəm. Sağ olun, gələn görüşlərədək.